Binəqədi mərkəzi sürücülərin təbiri ilə desək, Binəqədi Çentralni də adlandırmaq olar bu ərazini. Burada isə problemlər saymaqla bitmir. Ərazidə bir neçə saniyə müşahidə aparmaq buradakı vəziyyəti anlamağa bəs edir. Bezmiş vallah qaqa, bezmiş, eybi yox, sürək. Saat 4-də bura girmək mümkündür. 4-də girsəsə saat 7-dən çıxırsan burada. Mən buranın dərdini ümumiyyətlə mən buradan istifadə eləmirəm. Ara küçələrdən istifadə edirəm. Bu yoldan istifadə edənlər isə maraqlı çıxış yolu tapıblar. Burada uşaqlar var, yaxşı ki o uşaqlar burada şey eləyirlər, köməklik eləyirlər, yol açılır. O uşaqlar olmasa burada vəbşə... Vətəndaşlar özləri köməklik edir. Vətəndaşlar özləri kömək edir, bəli. Çünki ərazidə nə dairə, nə işıqfor, nə hərəkət zolağı, nə də piyada keçidi var. Bəlkə də sözgedən yolda yaranan xaosun da əsl səbəbi elə infrastrukturun olmamasıdır. Bir oğlum var, onun ötürü qorxuram. Burada gözləyirəm ki, uşaq gəlsin ki, evi apara bilim. Yolu keçmək də təhlükəlidir. Zulümdür, burada keçmək olmur, uşaq da keçə bilmir. Qorxurlar. Hər gün belədir, hər saat, hər dəqiqə bax belə bastırıq olur. Kənddən çıxmaq, girmək mümkündür. Ya bir yeraltı keçid olmalıdır, ya körpü olmalıdır, ya necə bir şey keçmək lazımdır. Xırdalan, Biləcəri və Mehdabad yolunu birləşdirən ərazidəki vəziyyətin həllini mütəxəssislərdən öyrənməyə çalışdıq. Oradakı o eybəcər, xaotik vəziyyət aradan qaldırılmalıdır. Parklanmadan nizama salınmalıdır. O üç istiqamətdən gələn axınlar idarə olunmalıdır. Ehtiyac varsa svetofor tətbiq olunmalıdır. Araşdırma aparılmalıdır. Ehtiyac varsa dairə qoyulmalıdır. Çünki bugünkü gün elədir ki, orada üç istiqamətin üstündən də gələndə hər üç istiqamət hərəkət eləməyə həm də icazə verilir. Ona görə də onun ən yaxşı nizama salınma vasitəsi dairədir ki, getdi, tutaq ki, sol tərəfə döndü, sağ tərəfə döndü. Xaotik vəziyyətin nə zaman aradan qaldırılmasına gəlincə, Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözgedən ərazi ilə bağlı layihə hazırlanıb. İcrası isə müvafiq qurumlarla birgə razılaşdırılmadan sonra həyata keçiriləcək. Vurğun Mədətov, İlqar Abdullayev, İTV Xəbər.